Aslan və donuz təmsil. Aslan obrazının prototipi hörmətli professorumuz İsfəndiyar Vahabzadə, donuz obrazının prototipi Jirnovski Lənətullah. Donuz qalxıb yerindən xalqıma qoyun dedi. İnsan cildli qoyunlar bunu həzm edib yedi. Donuzu qonaq edib pişvazana çıxdılar. Bu əməllə xalqımı yandırdılar, yaxdılar. Donuz bundan ruhlanıb yenə gələrək dilə, yenə təhqir yağdırdı xalqı salaraq ələ. Xalqın bir aslan oğlu artıq gələrək cana, siyirib söz qılıncını ər tək girdi meydana. Çıxıb canlı efirdə heç bir söyüş söymədi, donuzun donuzluğun öz dilində söylədi. Aslan nə yaltaqlanıb, nə də təhqiri yedi, həqiqəti söyləyib donuza donuz dedi. Bundan çaqqal-çuqqallar düşərək bərk təlaşa, donuza yaltaqlanıb başladılar yarışa. Söz açıb oradan buradan nala-mıxa vurdular. Donuz üçün aslanın lap qəsdinə durdular. Gah da qılıq eləyib düşdülər əl ayağa. Donuza donuz demə, sən gəl ay aslan qağa. Dedilər ki aslana, donuzu azca pislə. Donuz dediyin üçün donuzdan üzr istə. Donuzun donuzluğun aslan dedi üzünə. Donuz qaçıb güzgüdə diqqət etdi özünə. Gərək həyatda hər kəs keçmişin yada salsın. Çox atılıb düşməsin, sakit yerində qalsın. Donuzun atdıqları gəlib dəydi özünə. Başladı ağlamağa, dəm verərək gözünə. İbrət götürüb heç kəs etməsin belə qələt. Təhqirə təhqir lazım, hörmətə qarşı hörmət.